Güzel və dəyərli YouTube izləyicilərim. Bilirsiniz ki, çoxdan da ara verirəm və vlog çəkmirəm. Artıq 6 ildir. Demək, 2019-2020-ci illərdə bilməyənlər üçün xatırlatma edirəm ki, mən balaca, yəni kiçik çaplı bir videolar çəkirdim özüm üçün və heç bir məğlubiyyət güdmədən, heç nə güdmədən, sadəcə maraq üçün. Və o günlərim oturdum, özümə baxdım. Həqiqətən uşağımın necə balaca olmağına və mənə çox bir xoş bir xüsusiyyət yəni oldu ki, yəni yadigar qalıb da. Rəfiqələrim də mənə deyir ki, niyə çəkmirsən, niyə çək də, maraqlı olur. Yəni hamı orada da mənim səmimiyyətimi, necə biri olduğumu görüb. Çünki mən orada kamera qarşısında eyni insan idim da, yəni rol oynamırdım. İndi də elə həmçinin. Yəni sözümün cavabı ki, inşallah ki, başlayıram təzədən vlog çəkmək. Çünki o momentlərdə yaxın adamımızı itirmişdik, yəni həvəsim qaçmışdı. İndi mağazamda var qızlar. Yəni orada da məni həqiqətən izləyən qızlar çoxdur. Mağazamda öz vloguma qatacağam. İnşallah ki, gözəl videolar çəkəcəm. Siz də bəyənəcəksiniz. Yenə də eyni rela, eyni səmimiyyət, eyni günlük həyat. Heç bir şeysiz, heç bir qarşılıqsız, maddiyatsız, sadəcə sevirəm, video çəkirəm. İzləmədə qalın, bu videonu da hələ paylaşmıram. Tam o vlogun başında bu videonu qoyacağım. Öpürəm sizlərə. Mağazamın adı Baloradır. Çox qəşəng, şirin bir mağazadır. Kərvanda yerləşir, 1-ci mərtəbəsində. Buranı həqiqətən öz zəhmətimdən, necə deyim, qazıya eləmişəm, hazır yox. Yəni buranı əldə eləmək üçün başqa bir arzumdan vaz keçmişəm, yaxınlarım bilir. Bəlkə də kimsə üçün balaca, kimsə üçün böyük gələ bilər, amma yəni ən azından məndə bu var da, başa düşdünüz. Burada hələ ki iməkləyirəm qızlar. İnşallah ki Baloranı daha da başqa yerlərdə, daha da böyük yerlərdə görmək diləyi ilə hər gün disiplinli şəkildə işimdə oluram və təbii ki, və bunun üçün mağazamda irəli getmək üçün çox bir şeylər eləyirəm. İnşallah ki, sizlə bir yerdə də mağazamı nə qədər irəli aparacağımı göstərəcəm, çəkəcəm, vloglaşdıracağım. Bəli, yenə həmən kuxnadayam və bu gün ürəyim bir başqa bir yemək istədir. Türklərimdən beşəməli sosu var. Bizim də yəni adi yağının un qovulması, üstünə də süt tökür, bir belə məhlul olur və onu tökürlər makaron üstünə yürüsər. Bunun üçün mən demək belə bir makaronla istifadə edirəm. Demək suyum da qaynayır, qazanın üstündədir. Gedişatını göstərəcəm. Beşəməli sosu üçün final yağını istifadə edəcəm. Bu boyda bəsdir məncə. Biraz da duru yağ əlavə edirik. Güzel. Demək orada da bam xalça və qarışdırırıq. Oy, torlandı. Azaq çəkirəm. Mənə görə çox dadlı. Kıvamı olma kimi qarışdırırıq. Doğruluğuna görə 1 stəkan yarım süzümüzü, yarım dökümünü də əlavə edək və çırpıcı ilə çırpaq ki, topak qalmasın, türklər demiş. Qaynayına çınmayıb beləcə davam edəcəm. Makaronumuzu əlavə etdik. Qaynadığıma görə duz və istiyotu əlavə edirəm 1 qaşıq, amma istiyot yarım. Qarışdırıram. Budur, kıvam gəldi, söndürdüm. Bax, çox qəşəng, yəni, süper. Süzdüyümüz makaronu tökürük beşəməli sosun üstünə. Oy, vay, və yaxşıca qarışdırırıq. Bir evə aldığım mozzarella pendiri böyük qızın yediyinə görə, yəni çox hesabləşdiyimə görə məcburan pendirsiz edirəm. Deyib yox da, neyək? 180 dərəcədə qızdırılmış sobaya qoyuram. 20 dəqiqə falan pişdir. Hər şeyi mükəmməl eləmək istəyirsə qızım üstüdü qoymur. Çünki mənim maraqlı mozzarella ilə necə yapaydım. İndi onu bilməyəcəm. Təəssüf demə baxsaydım. Bilməm, sizin baxımda belə şeylər gəlir ya yox, yəni məndə test olur, mənim qızım maşallah iştahı qədər böyük ki, qaçdan yumuşaq nə var ki, gözləyəcəm, budlarına baxacam, qiymətdən biləcəm, sizə deyəcəm, bu qədər makarona görə çıxan qarları yuyacam. Pendir olmadığına görə çox da o şeydə qoymadım. Dadına baxıram ilk dəfə.
Mən bir Azərbaycanlı olaraq deyə bilərəm ki, mənim üçün tam bir fərqli bir daddır yəni. Kəşke mozzarellam da olsaydı, çox gözəl qızarsaydı, paxlava kimi kəssəydim. Ah, hayallər, həyatlar buna deyirlər. Üzr istəyirəm. Həyat da belə deyil. Plan qurursam, o sənin planları da pozur. Olsun, qəşəngdir. Demək, o beşamel sosu super oldu. Makaron özü qəşəng oldu. Rəstovada da daha da özünü tutdu və dadı mükəmməldir. Mayonezlə, ketçupla, istədiyiniz soslarla yeyə bilərsiniz. Bir buğa bürcü olaraq dadım dəyişikliyindən sevmirəm. Ağız dadıma güvənirəm deyə. Məsələn, necə deyim, başqa bir şeylər axtarmıram. Standartlarımı pozmuram, amma bu dəfə pozdum və xoşuma da gəldi ha. Qızlar, buralar ya, düzlər, yəni buralardan bir çəkirdim. Qarabağ, Azad Dilbili falan həmən yerdir. Bu 6 ildə çox şey dəyişdi. Demək, maşın aldım 2021-ci ildə, yəni papam aldı. Neysə, sürdüm. O momentlərdə yenə akılsız başım. Niyə vlog çəkməmsən? Rahatda, yəni səsə görə deyirəm. İndi satdım, işimə qoydum. Yəni bir arzumdan vaz keçmək dedikdə o idi də, yəni maşın arzumu satdım, yəni iş arzumu reallaşdım. Çünki yəni ağıl adam onu bilir ki, maşın həmişə almaq olar. Maşını almaq 2 vur 2-dir. Amma iş qurmaq, vaxtında iş qurmaq bu çox çətin məsələdir. Neyse, iş qurdum, belə, inşallah davam edəcək. Yaxşı canım. Alaram, yenə də vloglaşdıram. Qızlar, artıq 3 gündür ki, mən demək, stent dəyişmirəm. Bu, bilməm, ticarətlə məşğul olmağınız var yoxsa yox. Ticarət elə bir şeydir ki, tez-tez dəyişmək lazımdır. Buranı dəyişmişəm, dünən dəyişmişəm, yox, sırağını dəyişmişəm buranı. Buranı biraz fərqli eləmişəm. Qalıb çöldəki bu qızlar, yəni bu qızlar nasıl şeydir. Bu gözəl qızlar, papaqlı falan qızlar. Bu qızların artıq əynini dəyişmək vaxtı gəlib. Çünki artıq yeni ildən qabaq, deyərsən dekabrın 25-i idi dəyişəndə. Gör nə qədər 20 gündür, mən heç o qədər saxlamamışam. İndi onları dəyişəyim, bir yerdə dəyişəyik, onları görək ora nə qoyaq. Bu qəşəng toxunma koftanı çıxardıram, onun yerinə bunu vururam. İkisi də istəyir, amma bunu vururam ki, daha da yaxşıdır bu. Demək, belə qoydum, cins şalvarla, qəşəngdir. Qızımız da dəyişib, belə bir yubka koftalı, bir qalın dəst qoyaq, belə. Sonra bunu dəyişirik. Baxın, bu da elə bir ki, sonuncu. Birini də elədim, göstərmədim. Mən bu qədər paltar çıxıb. Ən belə çətin işi bu, butikin bu belə bir şeylərdir. Əgər işçi götürürsə, o da əgər sıfırdan başlayırsansa, yəni özün eləməlisən. Qızlar, üstünüzə sağlıq. O qədər yorğunam ki, son yeni ildən çıxandan sonra artıq yoldaşım öd əməliyyatında oldu. Yəni ödün çıxartdılar. Balnisa get gəl, işim idarə elə, uşaq, ev. Sonra indi iş yoldaşlarımız, qohumlarım gəlmişdi. Yemək, içmək, yığışdır. Bütün yəni qadınların eləcək işlədi. Məsəl üçün, məsələn da deyil, yəni bu son bir həftədə tempo mənə çox yoruldu. Yəni hədsiz dərəcədə çox yorulmuş hiss edirəm. Bu gün evdə qaldım, istəşib ki, biraz istirahət edeyim. O da gəldi. Elə momentdə çıxdı ki, bütün qohum əqrəblər gələn moment oldu. Yəni qohum falan yenə də yoruldum. İstirahət eləmək üçün evdə qalmışdım. Daha da işte biraz double yoruldum da yəni. Lucy. Ay Lucy. 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 Aşkım. Birazdan üzümü təmizləyəcəm. Makyajımı siləcəm. Biz çox makyajım yoxdur, amma yenə edəcəm. Yəni belə şeylər də edəcəm. Artıq yatmağa hazırlaşırıq və üzümü beləcə yuyuram. Mən ən rahat bu gəlirdi. Makyaj o təmizləməsindənsə bu qəşəkdir mənim üçün, nə bilim, elə bilirəm. Gələm. Şaxta babaya döndüm ki, gözənəklər açır. Ay, mənim gözənəyim qapatdı. Bir dəqiqə.
Aferin. Miray da həmişə kimi dəcəlli. Tutardım. İndi sizi balaca qızımla da tamaşa edəcəm. Hələ sənin qızın pastelləri bitirəməmişəm mən. Baş qarışıqlıqda. Əhriban çıxdı üzümə. Elə bir ki buluram da. Bax görün. Mənim balaca qızımdır. O vaxt 2020-də vlog çəkəndə o mənim böyük qızım idi yəni. Bu balaca qızımdır. Bunlar 3 əm oldu. 2 qardaş, bir bacı, ikisi öldü, bu qaldı. O momentlərdə müalicə alırdım, onu çəkirdim, belə bir şey edəcəm, nə şey edəcəm, xeyir iş edəcəm. Xeyir iş dediyim hamburgerə hazırlaşmaq idi. Daha başıma bəzi şeylər gəldi, yəni həyatım şamillərə görə 90-190 dəqiqə işlədi. Mesela yaxın da öldü. Hamısı qarışıq bir-birinə şey deyə bilmədim. 5 ildə artıq YouTube çəkirəm. Çıxdım yenə işə qızlar. Demək qızımızı götürək qoyaq bura. Məndə həm də ki demək nə var? Sumkalarda var. Bir də gözəlliklər var. Ətir, bu işdən qabaq ətirdə işləmişəm qızlar, ona görə ətirlərim var, təzəsini də almışam. Burada da qablar falan var, sonra qəşəng çantalar da var. Güllərim də heç də, güllərim də öz sözüm ömrü boyu deyir, həm burada, həm də burada. Mənim mağazama kim girirsə deyir, çox şirindir həqiqətən. Həm də ki, baxma, kərvanda yəni artıq butik hava havasını, yəni butik hava havasını bizi hiss elətdirmişsən də. Çox şirindir həqiqətən və fərahdır. Kimsə deyir ki, ev qonaq otağındayım. Yəni çox fərahdır, genişdir. İnşallah ki, necə deyim, daha da xoş olur. Kimsə ticarətlə məşğulsa və istədiyiniz bir ticarətlə məşğulsunuz və necə deyim, irəli getmək istəyirsiniz, pulunuzu qatırsınız birinizə, şəxs xərci, işin pulun. Mən buna bir ticarət tapmışam. Ümumiyyətlə əvvəldən mən də qarışdırmıram. Amma bu sayədə mənim işim böyük. Bunlar sayəsində burada yazılar var, mənim öz qeydlərim. Bunlar sayəsində mənim uğur qazanmışım. Buradan da göstərim, yazıları belə. Bir kitab var idi, oradan oxumuşdum zamanında və öz işimdə də onu uygulamağa çalışıram. Yəqin ki, vlogumun artıq son videosudur. Artıq yekunlaşdırıram. Bilməm neçə dəqiqədir. Bəzən yadımdan çıxır. O qədər var. Məsələn, gəldi qızım indi şalvar aldım. Bəzi evdə şeylər çəkmirəm. Çox örgəşincə hələ ki uyğunlaşmamışam. Sonra başlayıb çəkəcəm. Hələ ki qısadır nəticə və olan budur. Çıxarıb amma yoldaşım ödəmir olduğuna görə soğanda verirəm, su pişirir. Bu arada belə kubik doğradım. Güzel. Qızım başıma bir dənə nə açıb? Pizza oyununu açıb. Mənə pizza pişir. Qızlar, demək mən pizza pişirirsiniz. Mən karbonatla pişirirəm, yəni soda ilə. Əslində belə kəşf eləmişəm. Mayam yox idi, soda istifadə edirdim. Çox xoşuma gəldi. Su tökürəm. Əvvəllər ölçünü, indi artıq örgəşmişəm deyə artıq suyuna yağ, sonra duz, pesox və soda tökəndən sonra ilıq suya başlayıram adi qaşıqla, belə bir ki, sağ əlimlə də, yəni məsələn bir əlimlə belə tökər, sağ əlimlə də qarışdırıram. Yumuşaq, çox yumuşaq, amma cıvıq yox da, çox yumuşaq bir dənə qəşəng xamır hazırlayıram. Yarımca saat qoyuram, qalır. Yarımca saatdan sonra çox qəşəng də pişirəndə də yumuşaq, dəhşət yumuşaq bir xamır olur. Hər stili bir zördür. Bu da benim stylim da qızlar. Bu da benim stylim. İndi biləm, eşitirsin, hə deyəsən, stylı var. Mən neyniyim də, mənim də stylim budur. Məhlulu hazırlayıram. Onu yedizdirirəm, qəşəngcənə, belə. Qəşəng. Mis kokuş, mis kokulu. İndi yeni çəkəcəm. Demək, xamırım hazırdır. Yumuşaq, yəni qəşəngcənə. Deyirik, kulak memesi kıvamında. İndi bunu yarım saat gözləyəcəyik. Buradan pişirəcəm, sufum hazır. İşte pizza pişirəcəm. Belə sadə, qəşəng qızarıb. Bu da pişir. Dostlar, qəşəngcənə, yumuşaq. Mənim uşaqlarım pomidor, biber sevmədiyinə görə mən belə edirəm vallahi, yəni. Yoxsa mən sevirəm pomidor falan. Kalbasa sadəcə, yəni sadə. Çox
qəşəngdir bişib, yumuşaqdır. Çox qəşəngdir. Uşaqlar da dedi pizza, kotlet. Dedim hər ikisini limonsdan super eləmişdim. Ərinməz pizzada sadə idi. Pizza elədim. Kotlet kartuşka elədim. Yığışdır. İndi oturdum. Dedim kofe içim. Özümə gəlim. Sabah yenə iş, yenə ev, yenə iş. Və beləcə həyat rutinim davam edir. İnşallah xeyirlisi. Yaxşı olar. Heç nə, gecəniz xeyrə qalsın. İnşallah bu 2026 bizim hamımıza düşər. Bəzən bəzi şeylər kəsmirəm. Çünki əmməm, bilirəm də YouTube izləyənlər ən çox belə şey sevir. Çünki mən kasılmıram da, yəni mən kompleks yaşamıram nə desə.